əslində Həzrəti Əlinin imam təyin olunması nə qədər Həzrəti Əlinin fəzilətinə dəlalət eləyirsə, bir o qədər də bizim Allahın bizə olan məhəbbətinə də işarə edir. Gör Allah səni, məni, bizi, insanı, bəşəri nə qədər çox sevir ki, ona gör kimi ülgü göndərir. Məsələn, səni and verirəm Allaha, sən öz övladını ki çox sevirsə, övladın üçün ədəbsiz müəllim tutarsa, heç vaxt. Axtaracaqsan ki, elmi ilə bərabər ədəbi də olsun, tərbiyəsi də olsun, mənim balama bu dərs versin. Allah bizi çox sevdiyindən bizə Əli adında müəllim bəxş elədi. Meyar verdi, imam verdi, ölçü verdi ki, insan, siz islah olsunuz, hidayət olsunuz, xoşbəxt olsunuz, ancaq və ancaq bu və bunun övladlarının ardınca gedib xoşbəxt ola bilərsiniz, səadətə çata bilərsiniz.